Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Oruç tutmağın hikməti insanın günahlardan uzaqlaşması, özünü günah işlərdən çəkindirməsi və oruc vasitəsilə bu salih və xeyirli əməl vasitəsilə günahlardan çəkinməkdir. Yani təqvalı olmaqdır. Necə Allah Azze ve Celle buyurur ki: "Ya eyyuhellezine amenu kutiba aleykumus-siyamu kema kutiba alellezine min qablikum la'allakum tettaqun." Ey iman gətirənlər, sizdən öncəkilərə fərz edildiyi kimi oruç sizə də fərz edildi. Ümid edilər təqvalı olasınız. Yəni orucdakı hikmətlər çoxdur əlbəttə, məqsədlər çoxdur, amma ən böyük hədəf, ən böyük məqsəd bir müsəlman üçün təqvalı olmaqdır. Təqva da nədir? Şeyxülislam İbn Teymiyyə rahimehullah çox gözəl buyurur ki, Allah Azze ve Celle'nin haram etdiyi şeylərdən çəkinmək, halallarına yönəlməkdir. Yəni insan Allah Azze ve Celle'nin haramlarından çəkinmək, haramlarından qaçınmaq yönündə orucla özünü, öz nəfsini tərbiyələndirməlidir. Əgər qul oruç tutur, amma yenə yalan danışır, yenə iftira atır, yenə qeybət eləyir, yenə böhtan söz danışır, elmsiz fətva verir və ya zina eləyir, nə bilim, günahlar var da, çoxdur günahlar. Yəni eyni ilə Ramazandan öncə və yaxud da oruç tutmadan öncə eyni günahlara davam eləyirsə, artıq onun tutduğu orucun ona heç bir faydası yoxdur. Necə Buxarıda gələn hədisdə Əbu Hureyra radiyallahu anhu rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurdu: "Mən ləm yədə' qavləz-zur vəl-amələ bihi vəl-cəhlə." Kim yalan sözü, yalanı tərk eləməz, onunla əməl eləməyi tərk eləməz, cahilliyi tərk eləməzsə, fəleysə lillahi hacətun ən yəda'a şərabəhu və ta'amahu. Allahın onun yemə və içməsini tərk eləməsinə ehtiyacı yoxdur. Baxın, yəni burada orucda məqsəd yeməni və içməni tərk eləmək deyil. Orucda məqsəd yalanı, cahilliyi, yalanla əməli tərk eləməkdir. Budur bizə fayda verən. Necə başqa bir hədisdə, Müslimdə keçən hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem minbərdəyken 3 dəfə əmin deyir. Və endikdən sonra sahabilər soruşur ki, ey Allahın Resulü, nəyə 3 dəfə əmin dedin? Çünki təəccüblənirlər, heç bir dua etmir, dilindən ləfsi olaraq heç bir dua çıxmadan əmin deyir. Və deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem, Cibril mənə gəldi və dedi ki, burnu yerə sürtülsün o kəsin ki, onun yanında sənin adın zikr olunur, o sənə salavat demir. Əmin dedi və mən də əmin dedim. İkincisi, burnu yerə sürtülsün o kəsin ki, Ramazan ayı daxil olur və çıxır bu ay vasitəsilə həmin kəsin günahları bağışlanmır. Əmin dedi və mən də əmin dedim. Burnu yerə sürtülsün o kəsin ki, valideynlərindən biri və hər ikisi onun yanında qocalır, lakin o bu vasitələ cənnəti qazanmır. Əmin dedi və mən də əmin dedim. Baxın, burada əsas mövzumuz ikinci məsələ nədir? Ramazan ayı daxil olur, çıxır, həmin kəsin bu ay vasitəsilə günahları bağışlanmır. Niyə? Çünki həmin kəs ac qalır sadəcə, susuz qalır. Nə yalanı, nə cahilliyi, nə də onunla əməli tərk eləmir. Ona görə əziz qardaşlarım, orucun bizə ən böyük faydası nədir? Dilimizi qorumaq, əməllərimizi qorumaq. Bu çox önəmli bir məsələdir. Baxın, İbn Qudam el-Məqdisi, sonra bu həmçinin İmam Qazali'dən də rəvayət olunur. Buyurur ki, orucun 3 dərəcəsi var. Birincisi, umumi oruc. Yəni insan oruç tutur və umumən günahlardan çəkinməyə çalışır. İkincisi, xüsusi oruc. Xüsusi oruc nədir? İnsan dilini, gözünü, qulağını, bütün bədən üzvlərini, cavarihlərini günahlardan qoruyur, günahlardan çəkindirir. Üçüncüsü, xüsusinin də xüsusisi, yəni orucun ən üst təbəqəsi, təqvanın ən yüksək mərtəbəsi nədir? Xüsusinin də xüsusi olan, yəni insan bütün dünyəvi fikirlərdən çəkinərək sadəcə və sadəcə Allaha ibadətə yönəlir. Yəni bütün dünyəvi fikirlərdən, bütün dünyəvi məşğələlərdən, dünyanın onu məşğul etdiyi işlərin hamısından üz döndərir və sadəcə oruca və sadəcə oruç tutduğu vaxtda Allah Azze ve Celle'yə ibadətə və həmin ibadətlərini artırmağa yönəlir. Ona görə gözəl qardaşlarım, əlhəmdülillah artıq son 10 günə də daxil olmuşuq. Biz çalışaq ki, ibadətlərimizi artıraq, tövbələrimizi çoxaldaq. Nə qədər çox ibadət eləsək, bu bizim üçün, bağışlanmağımız üçün çox önəmlidir. Biz Rasulullah sallallahu aleyhi ve sellemin dediği o kəslərdən olmayaq. Burnumuz yerə sürtünərək cəhənnəmə atılmayaq ki, biz Ramazan ayında günahlarımız bağışlanmadı. Allah Azze ve Celle'nin bundan artıq hansı mərhəməti? Günah eləyirsən bir il ərzində Ramazanda Allah Azze ve Celle etdiyin gözəl əməllərə görə onu səndən bağışlayır, əfv eləyir.
Ona görə gözəl qardaşlarım, çalışaq əfv edilən qullardan olaq. Allah azza və cəllə bizi eşidib faydalanan qullarından etsin. Əmin. Vəlhamdülillahi Rabbil aləmin.